Köpçilik şəxsən özüməm yaş balamni yuyunturacaqda qorqqanman, nə üçün desə kesal olub qaladı deyən vahimə bolğan. Lakin aslında yaş balaların tez-tez yuyunturup duruş bu immunitetini dikliydi və yenə də sağlamlaşdıradı ekan. Çünki hazır mən sizlərə sifəti narxından üstün bolğan hər xil turdakı şampunlar, gel dilya duş maslalarını tövsiyə etib ötəmən. Köpçilik taza doğan vaxtında şampun işlətişə qorxadı, lakin sizlərə 0 aylıqdan başlap, yəni taza doğan çakalaqlardan başlap işlətişiniz mümkün bolğan şuni şampun və şampun kondisionerlərini tövsiyə etib ötəmən. Və bunda hər xil turdakı 0 aylıqdan başlap işlətsəniz buladan gel dilya duşlar var. Yəni tərkibində şu dərəcə köp nərsələr var ikən təbii nərsələr ramaşka, melisa, şayfil, çirnika, kalendura, vəbşi zor nərsə ikən yuşam. Keyin köpçilikimiz ballarımıza vazelinəm sürtəmiz. Nə üçün desə bu köp nərsələrdən himayət edir. Məsələn şamallaşlardan. Təbii, onun yaman iyisi yox. Ballar üçün məxsus işləb çıxarılğan vazelinəm var. Bu həm şamallaşlan yox edədir, həm burunduqlığandam zor yardım verədir. Keyin bir də ballarımız üçün zərərsiz və hər xil mazal təmə iyi olğan sifətli pastalarımızdan var.